Salam 7-ci sinif şagirdləri. Sizlərlə Seyid Cəfər Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyası biologiya müəllimi Məhəmmədova Çiçəkdir. Bugün mən sizlərə 3-cü bölmənin 1-ci mövzusunu izah edəcəm. 3-cü bölmə artıq çiçəkli bitkilərdə generativ orqanlar, çoxalma, tozlanma, mayalanma kimi mövzuları əhatə edir. Bugün biz 3-cü bölmədən 1-ci mövzu, yəni çiçək və onun quruluşu haqqında öyrənəcəyik. Çiçək generativ orqanlardan biridir. Biz demişdik ki, çiçəkli bitkilərdə orqanları iki cür qruplaşdırdıq. Vegetativlər, generativlər. Vegetativləri keçən bölmədə öyrəndik. Kök, gövdə, yarpaq. Bunlar bitkinin həyati proseslərində iştirak edir. Məsələn, qidalanmasında, maddələrin hərəkətində, bu kimi proseslərdə, tənəffüsdə, suyun buxarlandırılması proseslərində iştirak edir. Generativ orqanlar isə əsasən çoxalma orqanlarıdır və bundan da əsası ilə çiçəkdir ki, çiçəkdə çoxalma orqanları yerləşir. İndi bir-bir onlarla tanış olacağıq. Ölçüsü, rəngi, qoxusundan asılı olmayaraq bütün çiçəklər eyni vacib işi görür. Çiçəkli bitkilər öz həyatının müəyyən dövründə bir dəfə də olsa çiçək açır. Yəni, ömründə bir dəfə də olsa çiçək açırsa bitki, artıq biz onu çiçəkli bitki adlandıracağıq. Yəni, bitkinin çiçək açması onun çiçəkli bitki olduğunu göstərir. Müxtəlif çiçəkli bitkilərin çiçəkləmə dövrü və müddəti fərqlidir. Yəni, çiçəkləmə müddəti il boyu da ola bilər, müəyyən fəsillərdə də ola bilər. Yaz fəslində çiçək açan bitkilər var, payız fəslində çiçək açan bitkilər var, gecə çiçək açan bitkilər var, gündüz çiçək açan bitkilər var. Yəni, çiçəkləmə dövrü və müddəti bitkilərdən asılı olaraq fərqlidir. Ərik və lalə bitkilərinin çiçəkləri kimi bəzi bitkilərdə çiçəklər zoğ üzərində tək-tək yerləşir. Hansı bitkilər dedik? Ərik və lalə. Belə bitkilərdə çiçəklər zoğ üzərində tək-tək yerləşir. Bu bir dənə çiçəkdir. Amma elə bitkilər vardır ki, onların çiçəkləri xırda olduğuna görə qrup halında toplanaraq müxtəlif formada çiçək qrupları əmələ gətirir. Məsələn, dərsliyimizdəki misalları dəqiq öyrənməliyik. Topulqa və səhləb. Bunlar çiçəkləri xırdadır və birləşib bir qrup əmələ gətiriblər. Qrup əmələ gətirməyin də səbəbi ondan ibarətdir ki, həşaratlar tərəfindən daha yaxşı görünür. Gələcək mövzuda keçəcək. Tozlanma prosesində onların qrup halında yerləşməsi mühüm əhəmiyyət daşıyır. Bu oldu çiçək haqqında ümumi məlumat. Deməli, dedik ki, zoğ üzərində çiçəklər tək-tək də yerləşə bilər. Misal olaraq ərik və laləni göstərdik. Qrup halında da toplana bilərlər. Əgər çiçəklər xırdadırsa, qrup halında toplanır. Gəldik tam çiçəyin quruluşu. Tam çiçək dedikdə, yəni çiçəyin bütün hissələrinin olduğu çiçək tam çiçəkdir. Çiçəyin hissələri hansılardır? Çiçək saplaq vasitəsilə zoğa birləşir. Bütün çiçəklərdə saplaq varmı? Xeyr, oturaq çiçəklər də vardır. Yəni çiçəklər saplaqlı, oturaq olaraq qruplaşdırıla bilər saplağının olub olmamasına görə. Necə ki, yarpaqları saplaqlı yarpaqlar, oturaq yarpaqlar kimi qruplaşdırdıq. Burada da çiçəklər həm saplaqlı ola bilərlər, həm də saplaqsız, yəni oturaq ola bilərlər. Saplağın vəzifəsi nədir? Çiçəyi zoğa birləşdirir. Genişlənmiş hissəsində çiçək yatağında isə çiçəyin digər hissələri yerləşir. Bu saplaq, bu hissə çiçək yatağı, çiçək yatağına deməli çiçəyin digər hissələri birləşir və çiçək yatağı həmin hissələri öz üzərində saxlayır. Bəzi bitkilərdə saplaq olmur, belə çiçəklər oturaq adlanır. Daha sonra gəldik çiçək saplağı, çiçək yatağı və bu yaşıl yarpaqlara. Yaşıl yarpaqlar adlanır kasacıq. Kasacıq adətən yaşıl və ya qonur rəngli olurlar. Bunlar çiçək yanlığının xarici dairəsini əmələ gətirirlər. Yəni, çiçək yanlığı, yəni çiçəyin yan tərəflərinin xarici dairəsini əmələ gətirirlər. Qönçənin açılışına qədər, yəni hələ
necə ki biz generativ tumurcuq, vegetativ tumurcuq deyirdik. Üzərində pulcuq var idi, onun üzərini qoruyurdu. Burada da kasacıqlar hələ çiçək açılmamış, yəni Gönçənin açılışına qədər çiçəyin digər hissələrini mühitin əlverişsiz təsirindən qoruyur. Əksər hallarda da kasa yarpaqları bir-birinə bitişik şəkildə olur. Sərbəst ola bilər, amma əksər halda kasa yarpaqları bitişik olur. Deməli, kasa yarpaqları çiçək açılmamışdan əvvəl, yəni Gönçənin açılışına qədər çiçəyin digər hissələrini əlverişsiz təsirlərdən qoruyur. Çünki bağlıdır axı, çiçək onun daxilindədir və bu kasacıq həmçinin də çiçək yanlığını əmələ gətirir. Daha sonra gəlirik bu əlvan rəngli olan taclar. Tacları başqa cür nə adlandırırıq? Ləçək. Tac müxtəlif formalı, əlvan rəngli ləçəklərdən təşkil olunmuşdur. İki qat çiçək yanlığı indi onu da izah eləyəcəm. Daxili dairəsini əmələ gətirir. Xarici dairəsini əmələ gətirən nə idi? Xarici dairəsini əmələ gətirən kasa yarpaqları, daxili dairəsini əmələ gətirən isə nə oldu? Tac, yəni ləçəklər oldu. Həm sərbəst ləçəkli, həm də bitişik ləçəkli ola bilərlər. Əsas funksiyası həşəratları və quşları cəlb etməkdir. Digər hissələrə keçməmişdən əvvəl sizə çiçək yanlığını deyim. Çiçək yanlığı deyəndə kasa yarpağı, üstə gəl tac və yaxud da bunu başqa cür nə adlandırdıq? Ləçək adlandırdıq. Kasa yarpağı və tac çiçək yanlığını əmələ gətirir. Çiçək yanlığı iki qat çiçək yanlıqlı bitkilər var. Bir də sadə çiçək yanlıqlı bitkilər var. İki qat çiçək yanlıqlı bitkilərdə həm kasa yarpağı, həm ləçək var, yəni tac var. Sadə çiçək yanlıqlı bitkilərdə isə artıq biz çiçək yanlığını əmələ gətirən həmin hissələri ləçək və yaxud da kasa yarpağı deyil, sadəcə yarpaqcıq adlandırırıq. Eyni cinsli yarpaqcıqlar olur və bunların hər birinin də öz işarəsi var. Hansılardır? Kasa yarpağının işarəsi K hərfi, tacın işarəsi isə C hərfi kimi işarə olunur. Sadə çiçək yanlıqda isə P kimi işarə olunur yarpaqcıqlar. Çiçək yanlığını əmələ gətirən. Deməli, iki qat çiçək yanlığında çiçək yanlığını əmələ gətirən hissələri K və C, K kasa yarpağını, C isə nəyi bildirdi? Ləçəyi. Sadə çiçək yanlığında çiçək yanlığını əmələ gətirən yarpaqcıqları P ilə işarələdik. Bu şərti işarələrdir, hansı ki biz bunlara uyğun olaraq formullar quracağıq. Çiçək yanlığını qurtardıq, keçdik çiçəyin digər hissələrinə. Çiçəyin əsas hissələri erkəkcik və dişicikdir. Bir də deyirəm, çiçəyin əsas hissələri erkəkcik və dişicikdir. Dişicik təşkil olunur ağızcıqdan. Ağızcığın səthi kələkötür olub müxtəlif quruluşludur. Ağızcıq erkəkcikdən gələn tozcuqları tutur. Onların cücərməsi üçün yapışqanlı və şəkərli maddə ifraz edir. Gələcək dərsdə keçəcəyik ki, bu tozlanma prosesinin getməsi üçün vacib bir quruluş xüsusiyyətidir. Yapışqanlı olmalıdır ki, tozcuq oraya yapışsın. Şəkərli maddə olmalıdır ki, orada cücərə bilsin. Daha sonra çiçəyin dişiciyinin digər hissəsi, deməli, yuxarıdan aşağı getdikdə birinci ağızcıq, ikinci olur sütuncuq. Sütuncuq, baxın, bu hissədir. Ağızcıqdan sonra gələn bu boru sütuncuqdur. Nazik və uzundur. Üzərində ağızcığı daşıyır. Cücərməkdə olan tozcuq borusunu yumurtalığa yönəldir. Tozcuq borusunu da yenə gələn dərs keçəcək. Hansı ki, deyəcək, tozcuq bura düşdü, başlayıb cücərməyə, boru əmələ gətirəcək, ta yumurtalığa qədər gedəcək. Üçüncü hissə yumurtalıq. Yumurtalıq, baxın, bu hissədir yumurtalıq. Yumurtalıq dişiciyin aşağı genişlənmiş hissəsidir. Daxili boşluğunda bir və ya bir neçə yuvalı olur. Burada yumurtacıqlar yerləşir. Görürsünüz? Baxın, bir neçə
yumurtacıqlar var. Deməli, dişiciyin yumurtalığın daxili hissəsində nələr var? Yuvalar var ki, bunlar yumurtacıqlar yerləşir. Deməli, yumurtacıq yumurtalığın daxilində yerləşir. Gələcəkdə bu yumurtacıqdan toxum əmələ gələcək. Yumurtalıqdan isə meyvə əmələ gələcək. Biz də meyvə yeyəndə içində toxumu görürük, elə deyil? Bəli, meyvənin içində toxum var. Deməli, toxum yumurtacıqdan yaranır. Gələn dərslərdə deyəcəyik, meyvə yumurtalıqdan. Yumurtacıq yumurtalığın içərisində bir dənə də ola bilər. Bəzi meyvələr var, bir toxumludur, elə deyil? Məsələn, ərik, şaftalı, gavalı və yaxud da bir neçə ədəd də onun içərisində toxum ola bilər. Daxilində dişi cinsi hüceyrə olan yumurta hüceyrə inkişaf edir. Deməli, yumurta hüceyrə harda inkişaf edir? Yumurtacığın içərisində. Bu oldu, baxın, bu hissələr oldu. Hansı hissə? Dişicik hissəsi, dişiciyin hissələri. Keçdik erkəkçiyə. Erkəkcik təşkil olunub bir erkəkcik sapından, bir də tozluqdan. Erkəkcik sapı və tozluq erkəkciyin hissələridir. Erkəkcik sapı tozcuqların yayılması üçün tozluğu uyğun vəziyyətdə saxlayır. Yəni, onun üzərində tozluq var. Tozluqların içərisində tozcuqlar var ki, hansı ki, gələcəkdə onlar dişiciyin ağızcığına düşməlidirlər. Erkəkcik sapı tozluğu uyğun bir vəziyyətdə saxlayır ki, onun içərisindəki tozcuqlar tökülə bilsin. Tozluq isə adətən 2 paylı olub. Neçə paylı? Tozluq adətən 2 paylı olub. Daxilindəki tozcuq kisələrinin içərisində tozcuqlar yetişir. Deməli, tozluğun daxilində tozcuq kisələri var. Tozcuq kisələrinin içərisində də nə yetişir? Tozcuqlar yetişir. Yetişmiş tozcuqlar erkək cinsi hüceyrələrə malik olur. Yəni, tozcuqların necə ki, yumurtacığın içərisində yumurta hüceyrə var idisə, erkəkcikdə də erkək cinsi hüceyrə tozcuğun içərisində olur. Bizdən bunlar da soruşa bilər. Deməli, dişi cinsi hüceyrə yumurtacığın içərisində yerləşir. Erkək cinsi hüceyrə isə tozcuğun içərisində yerləşir. Bu da oldu çiçəyin əsas hissələri. Çiçəyin hissələri soruşsa, deyəcəyik ki, kasacıq, tac, erkəkcik, dişicik, bununla yanaşı çiçək saplağı və çiçək yatağı olur. Çiçəyin əsas hissələrini soruşsa, biz yalnız erkəkcik və dişiciyi deyəcəyik. Erkəkcik və dişicik çiçəyin əsas hissələridir. Şəkildən sonra keçirəm indi bir-bir mövzunun özündə də izahlar verməyə. Kasacıq və tac çiçəyin vegetativ hissələri olub, 2 qat çiçək yanlığını təşkil edir. Baxın, burada sizin üçün həmin o hissəni qeyd eləmişəm. Necə dedik? Dedik ki, kasacıq və tac çiçəyin vegetativ hissələridir. Yarpaqlardır da. Ona görə də deyirik ki, onun vegetativ hissələridir. Yəni, onun proseslərində iştirak edən hissələrdir. Dağ laləsi və zambaq kimi bitkilərdə çiçək yanlığı kasacıq və tac hissəyə ayrılmır. Kasacıq və tac yoxdursa, deməli bu necə çiçək yanlıqlı olacaq? Sadə çiçək yanlıqlı. Yəni onda yalnız eyni cinsli yarpaqlardan ibarət olur. Belə çiçəklər sadə çiçək yanlıqlı çiçəklər adlanır. Deməli, bir var 2 qat çiçək yanlıqlı, bir var sadə çiçək yanlıqlı. 2 qat çiçək yanlığında kasacıq və tac var, sadə çiçək yanlığında isə kasacıq və tac yoxdur. Eyni cinsli yarpaqcıqlar var ki, bu da sadə çiçək yanlığını əmələ gətirir. Sadə çiçək yanlıqlı bitkilərə hansıları misal göstərdi dərsliyimiz? Dağ laləsi, özünüz üçün qeyd edirsiniz bunları. Summativdə mütləq düşəcək, həmçinin refeymə də getsəniz düşəcək. Bir də zambaq. Bunlar sadə çiçək yanlıqlı çiçəklərdir. Erkəkcik və dişicik çiçəkli bitkilərin çoxalmasına imkan verən reproduktiv hissələrdir. Reproduktiv, yəni çoxalma qabiliyyəti olan hissələrdir erkəkcik və dişicik. Çoxalmasında iştirak edən hissələr, ona görə biz erkəkcik və dişiciyə çiçəyin
əsas hissəsi deyirik ki, çoxalmada iştirak edir. Gəlirik indi burada şəkilə baxaq. Almanın iki qat çiçək yanlıqlı çiçəyi və çiçək diaqramı. Dağ laləsində sadə çiçək yanlıqlı çiçək və onun diaqramı. Almada iki qat çiçək yanlığı var. İki qat çiçək yanlığında nələr var idi? Kasa yarpağı. Hər dəfə kasa yarpağı sözünü yazmayacağam. Hələ ki təzəyik deyə yazıram. K ilə işarə edəcəm. Ləçək və yaxud da tac. Bunu da nə ilə işarə elədik? Tacın C hərfi ilə işarə etmiş olacağıq. Və biz dedik ki, kasa yarpağı əsasən yaşıl qonur rəngli olub, çiçək yanlığının xarici dairəsini əmələ gətirib. Baxın diaqramda neçə dənə kasa yarpağı var? 1, 2, 3, 4, 5. Xarici dairəsində neçə yarpaq görürəmsə, deməli bu kasa yarpağıdır və neçə ədəddir? 5 ədəd. Ləçəklər isə daxili dairəsini əmələ gətirirdi çiçək yanlığının. Gəlin görək ondan neçə dənədir? 1, 2, 3, 4 və 5. Deməli, ləçəklər neçə dənə oldu? 5 dənə. Bu belə diaqramlar bizə verib, həmin çiçək yanlığını əmələ gətirən hissələrin sayını soruşa bilər. Ona görə də diqqətli oluruq. Gəldik dağ laləsində dedik ki, çiçək yanlığı sadədir, eyni cinsli yarpaqlardan təşkil olunub, P ilə işarə etmişdik. Gəlin görək neçə dənədir və rənginə baxın, eyni rəngdə olan 1, 2, 3-ü xaricdə, 3-ü də daxildə, 4-cü, 5-ci, 6-cı. Deməli, çiçək yanlığını əmələ gətirən 6 eyni cinsli yarpaqcıq var dağ laləsində. Bunu da özünüz üçün qeyd edirsiniz. Çünki ola bilər ki, dərsliyimizdə bunlar verilibsə, siz əgər RFM-ə gedəcəksinizsə, bu suallar sizə düşə bilər və bu diaqrama diqqət edirsiniz. Həm dişicikləri, həm də erkəkcikləri olan çiçəklərə təbiətdə daha çox rast gəlmək olar. Yəni, baxın bu şəkilə baxaq. Bir çiçəyin içərisində görürsünüz, dişicik də var, erkəkciklər də var. Görürsünüz, bu da erkəkcik. Bu çiçəyin daxilində də dişicik də var, erkəkciklər də var. Əgər uşaqlar əksər vaxtı çox, yəni bitkinin üzərində həm erkəkcik, həm dişicik olur. Əgər bir çiçəyin içərisində həm erkəkcik, həm dişicik varsa, belə çiçəklər iki cinsli, yəni erkək cinsi hüceyrə də, dişi cinsi hüceyrə də bunların üzərində əmələ gələcəyinə görə bunlar iki dənə cinsli, yəni iki cinsli başqa cür olaraq hermafrodit çiçəklər deyəcəyik. Bəzi bitkilərin çiçəklərində yalnız erkəkciklər və yaxud da yalnız dişiciklər olur. Yəni bir çiçəyin içərisində ya ancaq erkəkciklər olur, dişiciklər olmur, ya da ancaq dişiciklər olur, erkəkciklər olmur. Onda belə çiçəklərə içində yalnız erkəkciklər varsa, erkək çiçək, daxilində yalnız dişiciklər varsa, belə çiçəklərə də dişi çiçəklər deyəcəyik. Şəkilə diqqət eləyək. Baxın, balqabaqda erkəkcik, dişicik ayrı-ayrı çiçəklərin üzərində yerləşdiyinə görə bu çiçək erkək çiçək olacaq, bu çiçək isə dişi çiçək olacaq. Amma dağ laləsi, çiyələk görürsünüz, içərisində bir çiçəyin içərisində həm erkəkcik, həm dişicik olduğuna görə bunlar hermafroditdirlər. Onda özümüz üçün dəftərimizə bir qeyd eləyək. Hermafrodit çiçəklərə misal dərsliyimizdə alma, daha sonra dağ laləsi, çiyələk, hermafrodit çiçəkləri olandır. Ayrı cinsli çiçəkləri olan, yəni erkək və dişi çiçəkləri ayrı-ayrı olan balqabağı misal göstərmişdik. Bunları özümüz üçün ayrıca qeyd edirik. Summativdə, fən müsabiqəsində suallar düşsə, oradan seçə bilək. Həmçinin də dim test toplusunda da işləyə bilərsiniz bu testləri. Gəldik, deməli, öyrəndiklərinizi tətbiq edində bizə formullar verib. Bu formulları latın hərfləridir ki, bunların hər birini bilməliyik. Çünki formul quranda bu hərflər əsasında quracağıq da bir də kasa yarpağı, ləçək, erkəkcik, dişicik kimi yazmayacağıq. Formullardan istifadə edəcəyik. Çiçək yanlığını əmələ gətirən formulları mən sizə hərflərini dedim. Kasa yarpağını əmələ gətirən K, tacı təşkil edən C, yarpaqcıqları təşkil edən P. Bu sadə çiçək yanlıqlı bitkilərdə idi. Bu da iki qat çiçək yanlıqlı bitkilərdə idi. Erkəkcikləri A ilə,
dişicikləri G ilə işarələyəcəyik. Bəzən formullarda biz mötərizədən istifadə edəcəyik. Mötərizə həmin o hissələrin ya kasa yarpağının, ya tacın, ya erkəkciklərin bitişik olduğunu göstərir. Bizə cümlə şəklində əgər 6 bitişik erkəkcik varsa mötərizə içərisində, 6 erkəkcik və yaxud da 6 sərbəst erkəkcik varsa mötərizəsiz yazacağıq. İndi onu da deyəcəm. Əgər biz sonsuzluq işarəsini görürüksə, adətən həmin hissənin, yəni erkəkciyin və yaxud da əksərən erkəkcik olur daha çox. Kasa yarpağı, ləçək 5 və yaxud da 6 olur onsuz da. Əgər erkəkciklərin sayı 12-dən çox olarsa, artıq biz ora 13, 14 yox, sonsuzluq işarəsini yazacağıq. Dişi çiçəklərin işarəsi, erkək çiçəklərin işarəsi, hermafrodit isə baxın bu dişinin işarəsidir. Yumrusu və üstəgəl deyək də buna aşağıdandır. Erkəyin işarəsi yuxarı oxdur. Erkəklə dişinin ortaq xüsusiyyəti nədir? Bu yumru. Erkəyin öz davamını çəkirəm, dişinin də öz davamını. Oldu hermafrodit çiçəklərin işarəsi. Ümid edirəm ki, işarələri yaxşı öyrənəcəksiniz. İşarələri öyrənsəniz uşaqlar, ondan sonra formulu qurmaq asandır. Baxın, müxtəlif çiçəkli formullar aşağıda verilmişdir. Baxın burada. Bu nəyi göstərir? Bu çiçəyin hermafrodit, yəni iki cinsli olduğunu göstərir. Yəni bu çiçəyin içərisində həm erkəkcik, həm dişicik var. İndi hissələrə baxaq. K və C varsa, deməli bu iki qat çiçək yanlıqlı bir bitkidir. Kasa yarpağı və rəqəmlər indeksində yazılır. Mötərizə içərisində 5 veribsə, deməli 5 dənə bitişik kasa yarpağı, 5 dənə bitişik ləçəyi, çoxlu bir-birinə bitişik A nə idi? Erkəkcikləri, bir dənə dişiciyi var. Keçək ikinciyə. Bu işarə nəyi bildirirdi? Dişi çiçəklərin işarəsi idi. Deməli, bu bitkinin çiçəkləri dişidir. Daha doğrusu bu çiçəklər dişidir. P nəyi göstərirdi? Sadə çiçək yanlığını göstərirdi. Deməli, bunun çiçək yanlığında kasa yarpağı və ləçək yox, eyni cinsli yarpaqcıqlar var. Neçə deyir? 3, 6. A nəyi göstərirdi? Erkəkciklər 0. Axı biz dedik bu dişi çiçəkdir, elə deyil. Onda erkəkciyi 0-dır da, yəni orada erkəkcik yoxdur. G1, yəni dişicik 1. Burada da erkəkcikli çiçəyin formulunu verib, işarəsini verib. Deməli, bunun G'si 0 olmalıdır. Axı içərisində dişi yoxdur. P eyni cinsli yarpaqlardır. A da erkəkciklərdir. Gəldik növbəti bir hermafrodit çiçəyə. Yəni işarəyə görə deyirik ki, iki cinsli və yaxud da hermafrodit və bu da iki qat çiçək yanlıqlıdır. Çünki həm kasa yarpağı, həm ləçəyi var. K bitişik 5'tir. Ləçək 1 üstəgəl 2, mötərizədə 2. Deməli bu ləçəyin içərisində 2 dənəsi bitişikdir. Niyə 1 üstəgəl 2? Deməli, bu ləçəklə bu ləçək bir-birindən fərqlənib ki, bu iki dənəsi eyni, bu bir dənəsi onlardan fərqli quruluşdadır. Ona görə də bu formada da yazılır. A, yəni erkəkciyin 9'u bitişik, biri sərbəstdir və dişicik də bir dənədir. Hansı çiçək formulu sadə çiçək yanlığı olan bitkilərə aiddir? Hardakı biz P gördük. Deməli bu dişi bitki ilə bu erkək bitki sadə çiçək yanlıqlı. Hansı bitkinin bütün çiçəklərində tozcuq əmələ gəlmir? Nə üçün? Bütün çiçəklərində tozcuq əmələ gəlməyən, onda bu dişicikli çiçək olmalıdır ki, o axı tozluq erkəyin hissəsidir. Ona görə də bu ikinci bitkidə dişi bitkidir, onda tozcuqlar əmələ gəlməyəcək. Hansı bitkinin çiçəklərində əmələ gələn tozcuqların sayı daha çox ola bilər və nə üçün? Əgər erkəkciyin sayı sonsuzdursa, deməli onun içərisində tozcuqların sayı daha çox ola bilər. Bu da hansı bitki idi? Birinci bitki idi. Öyrəndiklərinizi yoxlayına da baxaq. Çiçək yanlıqlı və çiçəyin reproduktiv üzvləri hansı hissələrdən ibarətdir? Uşaqlar, çiçək yanlıqlı hansı hissədən ibarət idi? Videonu dayandırıb özünüz cavab verin. Çiçək yanlığı deyəndə kasa yarpaqları və ləçəklər bu iki qat çiçək yanlıqlı bitkilərdə idi. Sadə çiçək yanlıqlı bitkilərdə isə nə yazmışdıq? Eyni cinsli yarpaqcıqlar, yəni P. Çiçəyin reproduktiv üzvləri hansılarıydı?
Erkəkciyi A ilə işarələmişdik, dişicik G ilə işarələmişdik. Deyir ki, reproduktiv hissələr hansı hissələrdən ibarətdir? Erkəkcik, yəni A, ibarət idi tozluqdan, bir də erkəkcik sapından. Dişicik, yəni G hansı hissələrdən ibarət idi? Ağızcıq, sütuncuq, yumurtalıq. Yumurtalığın da içərisində nə var idi? Yumurtacıq. Sizcə çiçəklərin ləçəklərinin müxtəlif rəngdə olması onlara öz funksiyasını yerinə yetirməyə necə kömək edir? Müxtəlif çiçəklərin ləçəkləri müxtəlif rənglidir. Həşaratı cəlb eləmək üçün və həşarat hansı çiçək rənglərdən qıcıqlanırsa və başlayır o çiçəklərə yaxınlaşmağa, tozlanma hadisəsi də bunun sayəsində baş verir. Sizcə çiçəkdə erkəkcik və dişicik olmasaydı nə baş verərdi? Erkəkcik və dişicik dedik ki, çiçəyin əsas hissələridir. Reproduktiv hissələridir, yəni çoxalmada iştirak edən hissələrdir. Əgər erkəkcik və dişicik olmasa, gələcəkdə bu çiçəkdən toxum əmələ gəlməz və bu çiçəyin çoxalması artıq bir müddətdən sonra bu çiçəklər məhv olub, ümumiyyətlə yox olub gedəcəklər. Çünki çoxalmayacaqlar. Bu da oldu bizim çiçək mövzumuz. Çox maraqlı, deməli, məlumatları olan mövzudur. Dərsi diqqətlə dinləsəniz, dediyim qeydləri aparsanız, əzbər olan hissələri də əzbərləsəniz, əmin olun ki, summativdə düşəcək bu mövzunun suallarının hamısını düz yazacaqsınız. Sağ olun, gələn dərslərdə görüşərik.